Salam, ilk növbədə hər kəs salamlayıram. Həm təşkilatçılara, bu yarışın, futbol klubu təşkilatçılarına, eyni zamanda iştirakçılara təşəkkür edirəm. Belə bir yarışların, belə bir bilik yarışları, futbol mövzusunda olan bilik yarışlarının Tovuz üçün futbol rayonunda, futbol sevilən, futbol bilinən rayonda təşkil olunması çox gözəldir. Buna görə təşkilatçılara, Hunas Fan qrupuna, eyni zamanda bu oyunun sponsorlarına və təşkilatçı məkana təşəkkür edirəm ki, insanları belə bir yerə toplayıb komanda şəklində həm yarışırıq, həm də əylənirik. Burada əslində qalsa mükafat qazanmaq, hansısa bir yer önemli deyil. Məsələn, əyləncədir və bu yaxın 2-3 saat düşünürəm ki, hər kəs çox əyləncəli keçirdi. Buna görə bir daha təşkilatçılara təşəkkür edirəm. Uğurlar, belə layihələrin, bu tip layihələrin rayonumuzda daha çox olmasını arzulayıram. Çox sağ olun, təşəkkür edirəm. Qazan Gözdən komandası olaraq Texnolojisi təşkil etdik. Avqustda ikinci yer tutub, buna görə şadıq. Həmçinin bütün təşkilatçılara, Tovuzlu dostlarımıza, Texnolojisi Azarkeş qrupunun bütün üzvlərinə təşəkkürümüzü bildiririk. Onlara belə minnətdarlıq bildiririk ki, regionda, Tovuzda belə bir maraqlı yarış təşkil ediblər. Biz futbol sevərlər olaraq gəlirik, həm əylənirik, deyirik, gülürük, dostlarımızı, tanışlarımızı görürük. Həmçinin futbol bilgimiz yoxdur, çox əladır. Buna görə bir daha onlara öz təşəkkürümü bildirirəm. Öncə bu yarışın təşkilatçılığını eləyən Texnolojisi Azarkeş qrupuna təşəkkürümü bildirirəm. Ondan sonra rayonumuzda nə qədər belə tədbirlər keçilsə, o qədər yaxşıdır. Həm cavanlar üçün, həm idmansevərlər üçün. Bundan əlavə də bir sözlə deyim, ikinci səfərdir biz çempion olduq. Shadow Falls komandası inşallah yenə də davamı var. Təşəkkür edirəm. İlk dəfə qatılmama baxmayaraq çox yaxşı təəssüratdan ayrıldıq bu yarışdan. Hər şey yaxşı idi, suallar, atmosfer, hər şey əla idi. Minnətdarıq. Əvvəla bu proyektin ərsəyə gəlməsi üçün əziyyət keçən bütün şəxslərə minnətdarlığımı bildirirəm. Sponsorlar və digər şəxslər belə proyektlərin olması Zeyhunas ailəsi üçün çox vacibdir, çox gözə çarpan, çox alqışa layiq həqiqətən də proyektlərdən biridir. Çempion komandanı, birinci, ikinci, üçüncü yer komandaları və iştirak edən digər komandaları öz adımdan dərin təşəkkürümü bildirirəm. Bu tür tədbirlərin davamlı şəkildə olması Zeyhunas ailəsi üçün təbii ki, bir üstünlükdür. İnşallah komandamız Avropada iştirak edər Allahın izni ilə. Zeyhunas ailəsi olaraq da orada adımıza layiq olaraq iştirak eləməyi inşallah ki, Allah bizə nəsib eləyər. Çox sağ olun, minnətdaram, bayramımız bir daha mübarək olsun.